Bir ildən bir qədər artıqdır ki, Laçın rayonu işğaldan azad edilib, sahibinə qaytarılıb. Özü də ki, bir güllə belə atmadan, bir itki belə vermədən diz çöktürülən ermənilər bu yurt yerimizi qaytarmağa məcbur edildilər. Azad olan Laçının sakinləri indi yurda dönüşü gözləyirlər. Hərəsinin bir arzusu, bir diləyi var. Laçında sonuncu toy edən Arif Aslanovun arzusu isə özəldir, gözəlliyi də öz yerində. Gəlin süjeti izləyək. Laçında toydu yoldaşlar, Allah aşkına. Abbas'tan da sesi çıkmış. Bir gün olsun, şallar da belə şada yığışıb toy eləsinlər. Görüntülər Laçının axarlı-baxarlı günlərindəndir. 1992-ci ilin dekabr ayında rayonun Ərikli kəndində keçirilən toydan. Əslində bu kadrlarla təsadüfən qarşılaşdıq və qərara gəldik ki, toy sahibini və bu tarixi görüntüləri yaddaşa həkk edən həmin şəxslər tapaq. Məlum oldu ki, toy sahibi Arif Aslanov hazırda Beyləqan rayonunun Binnətli kəndində yaşayır. 2 ay çəkdi da, ümumi 2 aydan sonra ona elçi, bibimgili yolladım, getdi onların ailəsi ilə elçi getdi ki, görə onların fikri nədir? Onlarda da nə bilim dedilər uzaqdır, biz orada döyüş gedir falan da bizi verə bilmərik. Qızla danışdım, qızı götürdük, qaçdıq. Dekabr ayının 26-sında toy elədik. Döyüşən ordumuzla bir yerdə toy adamlarının, toy eləyənlərin əlbir olması, döyüşçü orduyla ön cəbhənin, arxa cəbhənin birləşdirilməsi və onunla bugün onun toyla birləşdirilməsi tarixə yazılmalı, qızıl xətlə yazılmalı bir hadisədir. Arif Aslanov Laçınsız keçən 30 ilin acısının ancaq ötən ilin dekabrın 1-də dindiyini deyir. Xəyallarında yaşatdığı yurd yerlərinin xatirələri illər uzunu onu isindirə bilib. Bəy kimi kürsüdə oturduğu o günləri də heç vaxt unutmayıb. Axırıncı toy orada mənim toyum olubdu. Mart ayında çıxmışsınız. Bəli, mart ayında çıxmışıq. Biz eşitdik ki, Kəlbəcərin tunel bağlanıbdı. Elə bil, oradan biz çıxdıq. Laçının sonuncu toyunu lentə alan keçmiş zabit də o günün abu-havasını hələ də könlündə yaşadır. Laçın polisindən kimdəsə gəldi, mən heç onu tanımırdım. Biz təsadüf prosta tanış olduq. Gəldi dedi ki, biz bugün axşam toydu. Xahiş elədi ki, siz o toyu çəkərdiniz. Millət də heç bilmirdi ki, bu əmrəlik nədir. Biz də gəlirdik, bilirdik ki, yeni il qabağıdır, yeni il hamı bilir. Amma əmrəlik və bu ilə bağlı mən gəlmişdim bu çəkilişlə. Cəmaata çatdırım və onların problemlərini öyrənim. Amma toy isə belə oldu ki, təsadüf. Məni prosta çağırdılar ki, mən kameran edim. Yəni, mənə bir şəxsi, yəni Vaqif adında olan. Mənə də bu yaxşı oldu ki, bu ən axırıncı tarixi bir sənət idi. Bu torpaq uğrunda da vuruşmaq hər bir Azərbaycanlının özünə hörmət qoyan hər bir Azərbaycanlının borcudur. Yurt həsrətli oğulların indi ruhları rahat, xatirələri də al-əlvandır. Arzuları da könül istəyən qədər. Ən böyük diləkləri isə azad edilmiş yurdunda, kəndində ilk toyun sahibi olmaqdır. Mən arzu edirəm ki, orada ora bırakılışı versinler. En birinci özüm gedəm orada. Oğlumun ikisi de subaydı. Onun ikisini de toyun orada eləyəm. Laçın rayonun Ərikli kəndində eləyəm. Sonunda toy atamın olur inşallah, iş toyda bizimki olur. Təki toy olsun. Laçın kimi oğulların bu toyu çaldırması da, o toyda süzməsi də halalca haqlarıdır. Halal haqqı olan bir də bu yurdu azad edənlərdir. Bu şənlikdən, bu sevincdən sözsüz ki, onlara da pay düşür. Fariz Osmanlı, İbrahim Orucov, Space Xəbər.